Əli Kərimlinin həbsi İlham Əliyev üçün çox ciddi baş ağrısına çevriləcək. Və o gün Əli Kərimlin həbsi ilə bağlı materialda çox dəqiq bir ifadə var idi ki, Əli Kərimli rejimə qarşı müqavimətin simvoluna çevrilmişdi. Mən nəinki həbsi, ölümü belə gözə almış adamam. Mənim üçün şəxsən önəmli deyil nə qədər yaşamaq. Bilirsiniz mənim üçün nədir önəmli? Önəmli olan Allahın verdiyi ömrü ləyaqətlə yaşamaqdır. Əlbəttə gözlənilən bir həbs idi. Əli Kərimlinin həbsi İlham Əliyev artıq çoxdandır nümayiş etdirməyə başlayıb ki, Azərbaycanda təşkilatlanmış etirazın olması onun xoşuna gəlmir. Xüsusən 2023-cü ildən başlayaraq İlham Əliyev daxili siyasətində yeni bir istiqamət başlayıb. Dəhşətli repressiyalar başladı ki, bütöv artıq kollektivləri çox çətin, ağır, mürəkkəb şəraitdə jurnalist peşəsinin prinsiplərinə uyğun fəaliyyət göstərən, yəni azadlığa xidmət edən, informasiya yaymağa çalışan, həqiqi olan məlumatları, xəbərləri yaymağa çalışan jurnalistlərin bütöv kollektivlərinin artıq həbsinin biz şahid olduq və repressiyalar sonra daha başqa deməli cəmiyyətin qatlarını əhatə etdi, miqyası genişləndi. Əli Kərimlinin həbsi ilə İlham Əliyevin güddüyü bir neçə niyyətlər var. Bir, ümumiyyətlə təşkilatlanmış müxalifət, təşkilatlanmış etiraz fenomenini Azərbaycandan yığışdırmaq, bu hələ işin yarısıdır. Ondan sonra ümumiyyətlə fərdi etirazların da arzu olunmazlığı siyasəti yürüdüləcək. Azərbaycan cəmiyyətinin mənəvi siması dəyişdiriləcək, mənəvi psixoloji yapısı dəyişdiriləcək. Yəni İlham Əliyevin düşüncəsinə görə bu düşüncə varsa, bundan sonra, yəni Əli Kərimlinin həbsindən sonra biz həmin düşüncənin həyata tətbiq olunması üçün aparılan inzibati fəaliyyətləri müşahidə edəcəyik. Gəlmişkən elə 2024-cü ildə də Əli Kərimlinin həbsi real idi. Əli Kərimli saxta bir iş təşkil olunmuşdu Əli Kərimliyə qarşı. O bir müddət getdi o iş və cərimə ilə yekunlaşdı. O dəfə təhlükə sovuşdu, amma bu dəfə deməli İlham Əliyev çoxdankı arzusunu yerinə yetirmək görünür imkanı qazandı. Bir cəmiyyətin siyasi baxımdan qapanması, bütün siyasi təşəbbüslərin tıxanılması, orada bir tıxacın qurulması həm də onun anonsudur ki, həmin ölkədə çox dəhşətli sosial problemlər gözlənilir. Bax, bu son dövrlərdə büdcə müzakirələri, yəni büdcə ilə bağlı məlumatlar yayılanda bəlli oldu ki, hökumət bu vaxta qədər onu maraqlandırmayan, hətta təbəqələrin belə, yəni onun diqqətindən kənarda olan təbəqə, hətta mikro sahibkarları belə vergiyə, hətta minimum əmək haqqı deməli səviyyəsində qazancı olanları belə vergiyə cəlb eləmək istəyir. Bunu göstərdi ki, hökumətdə belə fikir, belə qənaəti gəliblər ki, sosial-iqtisadi vəziyyət pisdir. 2026 daha pis olacaq, daha ağır olacaq. Və bütün bunların fonunda əlbəttə ki, Əli Kərimlinin fəaliyyəti çox qabarırdı. Əli Kərimli hər gün yazırdı, hər gün danışırdı. Deməli, Əli Kərimli hakimiyyəti ifşa edirdi, hakimiyyətin nə qədər anti-insani siyasət apardığını, hakimiyyətin repressiya siyasətini, hakimiyyətin ölkəni son dərəcə pis vəziyyətə salan, bu ilk növbədə bax bu resurs iqtisadiyyatına əsaslanan ki, bir iqtisadi sistem qurulub, bütün bunlar vəziyyəti ağırlaşdırıb, Əli Kərimli bütün bunlar barədə danışırdı və Əli Kərimlinin böyük də reytinqi var idi. Əlbəttə ki, reytinq aşağı olsaydı, heç bir halda o hökumət onu təhlükə hesab etməz. Yəni Əli Kərimlidən intiqam almaq, Əli Kərimlini deməli təcrid etmək, deməli ölkəni qapamaq istəyirlər, quru sərhədlər bağlıdır, vətəndaş cəmiyyətini, siyasi partiyaları məhv etmək açıq-aşkar görünür ki, bunlar bu yolu tutublar və eyni zamanda 2026-ya hazırlıq çərçivəsində də buna baxmaq. Daxili qoşunlara xüsusi səlahiyyət verilməsi, İlham Əliyevin daxili qoşunlara rəhbərliyi İlham Əliyevin səlahiyyətinin sayı hesabı yoxdur artıq. Yəni bu Firon səlahiyyətlərindən də artıq səlahiyyətlərdir. Ağla gəlməz dərəcədə çoxlu səlahiyyətləri var və bütün bunlar razılıq edir və belə çıxır ki, İlham Əliyev 2026-cı ilə hazırlaşır. Həm bir tərəfdən xalqı soymaq, digər tərəfdən də etirazlar olacaqsa, o halda biz deməli açıq-aşkar görünür ki, əslində etirazçılarla döyüşə
hazırlaşmaq bir deməli əlaməti görünür və çox təəssüflər olsun ki, belə çıxır ki, 2026-cı il ağır olacaq və Kərimin də həbsinə həm də bu kontekstdə baxmaq lazımdır. Yəni cəmiyyət arxasınca apara biləcək deməli şəxslərin olmamı, tipi ki, diktatura bunlar variantlarıdır. Yəni nə qədər çox zor olarsa rejimi saxlamaq o qədər asan olar düşüncəsinə olan bir hərəkətdir. Mənim bildiyimə görə Əli Kərimli ifadə verməkdən imtina edib ki, bu tamamilə doğru yanaşmadır, məntiqli yanaşmadır ki, hansısa bir absurda görə açılmış cinayət işinə cəlb olunmuş bir adamın baş verməyən, olmayan, ümumiyyətlə təsəvvür edilməsi belə mümkün olmayan, çətin olan bir proses barədə nələrsə deməsinin ağlabatan olduğunu güman etmirəm. Amma əlbəttə istintaq necə gedir, orada daha kimlər var, daha kimlər dindirirlər, kimlərdən hansı ifadələri alıblar. Bu barədə bizdə aydın, dəqiq bilgilər yoxdur, çox təəssüf ki. Sadəcə olaraq bəzi təsəvvürlər var və bu təsəvvürlərin məntiqinə görə yəqin ki, Əli Kərimlinin Ramiz Mehdiyevlə hansısa əlaqələrinin olduğunu təsdiq edən yalançı şahidlər tapıb cinayət işinə tikəcəklər. Bir 5-6 nəfər, bəlkə daha artıq nəfər deyə bilmərəm. Amma eyni zamanda istintaqdan deyil, kənardan mənim öyrəndiyim məlumatlara görə hətta bu işin tapşırıldığı müstəntiqin özü belə çətin durumdadır. Əli Kərimin saxta ittihamla həbs olunub, Məmməd İbrahim saxta ittihamla həbs olunub. Necə ki, Ələsgər Məmmədli, necə ki, Kənar Məmmədli, necə ki, meydançılar, necə ki, abzasçılar, toplumçular filan, yəni bu dövr repressiya dövrüdür və eyni zamanda qanunlar, konstitusiya qanunların tapdalanmasına yanaşı əxlaqın hər gün biz vəhşicəsinə tapdalanmasına şahid oluruq ki, adamlara böhtan atmaq, adamlar haqqında yalan danışmaq, iftira atmaq adi bir şeyə çevrilir. Yəni bunların cinayət işi də saxtadır. Bunların iqtisadiyyatla bağlı məlumatları da saxtadır, yalandır. Məsələ burasındadır. Ona görə də bunların obrazı bəllidir də bizə. Yəni zorla iqtidarda qalmaq, vəzifədə qalmaq, o Saatlıda idi, səhv eləmirəmsə, cəmaət su tələb edirdi, onları rezin güllələrlə vurdular. Bu göstərmək istəyirdilər ki, biz başqa variant tanımırıq. Vəssalam, yəni zor vəssalam.